Mən heç bir qızı gözü yaşlı qoymaram. Amma yenə deyirəm. Zaman var, hər şeyi göstərəcək. Boşama, sənə qızlar özləri qasıb gedirlər. Sən nə edirsən ona? İndi belə deyirəm, bax belə çıxmasın. Gəlmirsən Hüseyn, görmüsən də. Qaldığımız evdə də olmusan, masajırda da olmusan. Pis baxırdın. Yox. Mən dedim, mən demişəm ki, mən onu da bayaq dedim ki, Aslan, mən həmişə mehriban olub. Mən sənin o sözündən inciyirəm ki, şəxsən o sözündən inciyirəm ki, gündə nə bilim ayda ildə 3 dəfə üçünü alıb boşayan nə bilim nə, onu gətirib gündəmə çıxardırlar. Yox, söhbət o deyil. Söhbət faktdır ki, mənim vəziyyətimdən gedir. Mən yenə də özüm işləyirəm. Yenə də çabalayıram, işləyirəm. Allah, sən işgüzar adamsan, sən zəhmətkeş adamsan. Səni də onun vadar eləyən sənin anan olub. Mən hələ onu dedim ki, mən sənə bir söz deyim, mənim heç xəbərim yox idi. Eşidirsən, mənim anam bu qızın üstünə ad qoydu evimizin içində. Mən bu dəqiqə bax veşmişəm, mən də sənin günündəyəm bu dəqiqə. Açığı bilmək istəsən. Mən də onun bunun qapısında qalıram bir dəqiqə. Bilməm bilirsən ya yox. Yəni onun yəni belə çıxmasın. Mən onu da deyirəm ki, əgər anın Aygün istəmirsə, ayırırsa, onda üzr istəmə aslan. Əgər onda anın səni istəmir, səni bütün alan qızlar səni ayırır, sən buna da deyirəm, özün bilirsən, çəkilib durur qıraqda. Sözün deyir, çəkilib durur. Yenə də anam deyir, mən onu heç nə demirəm. Amma mən bir şey deyim. Mənim üstümə narkoman adı qoyur. Mən bu gündən ev analiz vermişəm. O analizin cavabı çıxsın. Ondan sonra vay həmin adamın Allahına ki, özü bilirəm ha kimlər deyibdi o sözləri. Özümüzsən ki, heç kəsə durduğu yerdən nağlı söz qoya bilməz boynuna. Özü ki, bu ağır statya qoyublar ha, özü ən ağır statya. Amma mən də onu Aygün, bax Aygün bayaq izləyirdi, mən deyirəm ay Aygün, mən əgər o sözü demişəmsə, sənə görə demişəm ki, hər neyi nəsə qəbul edib aslan eləmişdə, arvad eləmişdə sən, amma gəlib aslanı qızışdırırsan ki, aslan. Hüseyin sənə belə dedi. Zəng vurub sənə Aygün dedi də onu. Mən də mənə qayıt atdılar ki, Aygün sən canlıda olub, Aygün sənə zəng vurdu. Bir iki dənə izləyici dedi, həm Çox adam yazır. Mən dedim, mən ona söhbət deməmişəm. Mənim sənin kişiliyində nə işim var, nə bir mənim sənin dedi ki, Hüseyn dedi ki, kişi deyə sonra nə dedi ayrıyım? Bayaq canlıda yazırlar ki, Hasan qardaşa deyir Hüseyin sən söyüb, əslində söyməmişsən. Mən qələt elədim, söyməmişim, yox. Sonra gəlmişdə də yazırlar ki, Prosta mən o boyda problemi qalmışdım. Mən maşını qoymuşdum. Bax deyim, kimdən seçildinsə qardaş məndən eşit. Bax, kimdən seçildinsə məndən eşit. Mən dedim ki, mən onları yazdım, mənim mesajlarıma baxmadılar. Zəng vurdum, mənim mesajıma baxmadılar. Düzdür, Allah kömək olsun Zahar müəllim. Allah balalarını xoşbəxt eləsin. Allah onun anasının uzun ömrü can sağlığı versin. Allah ailəsini qorusun. Müəyyən qədər elədi. Yəqin ki, mən mesaj yazdım. Bunları eləyə bilməyəcək deyə mən qonşu kanala müraciət eləmişəm. Biz Zahar müəllim dedi ki, dostumuzdur, yaxşı eləmişsən, Allah şifalandıracaq, xeyirli olsun. Mən heç kimə xəyanət eləməmişəm. Sadəcə olaraq mən dedim ki, mənim problemimi qala, amma Aslanı mənim problemimi görməzdən gəlib Aslanı yenə dəvət elədi o studiyaya ki, mən deməli dəvət eləyərdim. Onun da probleminə baxardın, mənim də problemimə baxardın. Aslan pis adam ayrı seçkili eləyirlər, ayrı seçkilikdən əlavədə. Çünki mənim uşağımla qalmışdım bu ayara. Mən ilk efirə gələndə sən onu da yaxşı bilirdin. Mən evlənmə proqramına gəlməmişdim ki, mən evimlə bağlı araşdırmaya gəlmişdim, mənə kömək eləsin, evimi alım. Sonra deyə evlənmə proqramıdır, evlənmə proqramı çıx, nəsə belə uzandı, 3 il getdim, gəldim o efirə. Hər dəfə də gələndə mən götünün arasına hazır kremli. biz balkonda qalmışdıq, çətin vəziyyətdə. Biz balkon yox, koridor, foyədə. Ya? Təsir edir axı. Yer eləyir. Hə, məni evdən çıxartdılar, mən qalmışım koridorda, uşağımla bir 2 gecə biz koridorda qalmışıq. Maraqlanmadı, incimişik Zeyran xaladan da. Azər adıyla gəlib nə deyir bu mənə? Başa düşmədim. Bu Azərdir, Azər deyil axı bu. Bilmirsən ki. Ceyran xala bir Xahiş edirəm, amma belə sözlər yazmayın. Mən atıram bu Azər deyil. Mən bayaq nədir? Şeylə qoşulmuşdu, mənim canımdaydı. Moskvadan ondan söhbət edirdim Yaşarla. Yaşar idi o? Hə, bayaq Yaşar idi. Mən bir dənə söz deyim. Bax, mən bayaq öz canımda Yaşarla mən maşını tapa mən elə şeylərlə burada kimsə təhqir eləmir, xahiş edirəm. Mən bir şey deyim şey, mən ümumiyyətlə məsələn mən opşaka demişəm bu sözü. Apşaka demişəm. Kimin mənə sözü varsa, kimin mənə nəsə şübhəsi varsa, gəlsin çıxsın üzümə. Hətta orada deyir ki, Hüseyn daha sən danışa. Dedim Hüseyn bir oğlan deyir ki, mənim damcı danışır. Sözü olsa birbaşa programa zəng gelib mənim özümə gələcək. Mən bir dənə onu demişəm ki, mənim problemim qaldı qıraqda, məni görməzdən gəldilər. Aslanı dəvət elədilər oraya. Hansı aslandır ki, ikilər 3 dənə arvad deyişir. Mən üzr deyirəm, onu sənə demişəm ki, deyirəm. 3 dənə arvad deyişir. Anasına görə də mən elə onu dedim ki, Ceyran xala ayırır, oğlunun xoşbəxtliyini istəmir o arvad. Anan da olsa mən haqqı deyən adamam, özün az da çoxdan bilirsən.
Orası Anası elədir. əgər istəmirsə, sənin mən xoşbəxtliyə layiq adamsan, sən özün mərd adamsan. Mən onu dedim ki, Aslandan bax evinə getmiş, xoşbəxt yaşayıblar. Əlinə gələni yaxşılığını alıb gətirib, yedizdirib, çizdirib. Onun adam çörək itirən, mən çörək itirən insan deyil, eləyib. Amma anası niyə o balasının xoşbəxtliyini istəmir, ayırır? Hə. Əgər belə deyirəm mehriban idisə, niyə ayırdı sizi? Aygünü bugünkündə aparıb Sabirabatda evində saxlayır. Aslan, indi sən də bir izləyici kim qıraqdan bax, necə görsənir? Yaxşı görsənir, öz balasının xoşbəxtliyini istəmir. Aygünü pisləyən Ceyran xala bugünkündə Aslanın qalmağı olduğu evdə onu Aslana görə, Nabata görə, Ceyran xalaya görə üçünə vermişlər o evi. Dövləti qaçqın kimi, məcburi köçkün kimi gedin sizə ev verilib orada qalmaq. Qardaş, Amma o ev- o evdə qalmır. Hüseyin Anası evdə Aygünü danışırsa aparıb ev yapacaq. yanında saxlayır. O Mən onu mənim demişim. ata yurdumdan qalan evdir. Yəni ata yurdumdan, yəni ata bizə pay ki, nə olsun anamla atam ayrılır. Yəni o adı verir. Mən nə evdə havas eləmirəm anamla, nə də bir şey eləmirəm. Bax, necə ki vaxtı var idi ki, gəldi, misal üçün, Acunla var, Acun da qəbul eləmirdi, qəbul elədi də sonradan düzdür. Bu da belə olacaq. Yenə deyirəm, deyir məndən uzaq, məndən uzaq. Nə deyirəm ki, bir ana ki öz övladının xoşbəxtliyini görmürsə, istəmirsə, övlad ona, mənim yenə deyirəm, mənim anam, nə də olmasa Nə mənim olur anam. olsun, Aslan da düzünü deyən uşaqdır ha. Düz Aslana bəzən mən söyüş qələt eləyəm, mən söyüş söyməmişəm. Mən dedim, bunları demişəm ki, 3 dənə, 2 il ərzində 3 dənə arvad alıb dəyişən adamları gətirirlər efirə. Niyə demirlər ki, ay Ceyran xala, niyə balamın xoşbəxtliyini istəmirsən ki? Mən elə onu dedim ki, ay Ceyran xala, ola bilər ki, sən xoşbəxt olmadın, taleyini gətirməyib. Niyə başqa qadınların taleyini məhv edirsən, Aslanı pis eləyirsən? Aslanı da cəmaət deyir ki, Aslan eləmir buna, ay cəmaət, izləyicilər, baxın. Ceyran xala illərdir ki, verilişdə dava qırğın eləyir ki, Arzunu istəmirəm, Arzunu getdi, öpüşdü, görüşdü, yanında gətirdi, qızım dedi. Aygünü istəmir, Aygün bugünkündə Ceyran xalanın evində Sabirabatda yaşayırlar bir yerdə. Yaşası nə insandır, başa düşürəm, amma bunu eləyəcəkdinsə, elə oğlun da gəlib yanında qalar da, onda sən oğlu istəmirsən, oğlunun xoşbəxtliyini istəmirsən, ay Ceyran xala. Mən bir Hər şey neysə, deyim. əlisi ilə, bəlisi ilə, dəlisi ilə, gici ilə, kişi o Mən adamı bu ki, sözü dedim bayaq canlıda. köydən qadını gətirsin, Dedim, fahişəni qadın eləsin, qadını fahişə eləməsin. Kişi o adamdır. Gətirsin yoldan keçəni yıxılmış, əzilmiş qadını gətirsin yanında. Sən əsl kişiyə atmışsan. Hər şeyinə qəbullanıb almışsın da. Allah sən köməyin olsun. Onu heç kim qınaya bilməz səni. Sən əsl kişi hərəkət eləmişsən. Amma anan sizi ayırmaqda düzgün eləmədi. İndi qəbul et. Siz xoşbəxt idiniz. Mehriban idiniz, yaşayırdınız, danışırdınız, eləyirdiniz bir yerdə. Düzdür də? Haçın gedirdiniz, gəlirdiniz, gülürdünüz. Bəs onda səni istəmir amma. Ceyran xala səni istəmir. Səni indi ayırıb Aygün apab yanında evində saxlayır. O da düzgün deyil axı. Sənin əsas oğlundur. Oğlunun xoşbəxtliyini istəməlisən sən. Oğlun kiminlə xoşbəxtsə, sən də onunla xoşbəxt olmalısan. bax, mən sənə bir şey deyim Hüseyin. Bax, mən sənə bir şey deyim. Mən yenə deyirəm. Əziyyət çəkən insan həmişə, mən demirəm kimsə mənə nəsə eləsin. Amma mən yəni gözümü açandan yəni işləmişəm, əziyyət çəkmişəm, öz ayağımın üstündə durmuşam. Qismət olub ki, yəni mən gəlib, mənim alnıma yazılıb ki, məsələn, mən nə vaxtsa verilişdə olmalıyam, deməli oluram. Yəni söhbət o deyil. Söhbət bilsən nədir? Söhbət budur ki, yəni mənim fərq yoxdur, mən yenə deyirəm. Milyon dənə qız gələr, milyon dənə nə bilim, taclı qızıl gələr, mənim anamın yerini heç vaxt, ananın yerini heç kəs verə bilmir. O öz yerində. Amma biz də insanlıqda, biz də yaşamaq istəyirik. Bizim də istəyirik gələcəyimiz olsun. Bizim də salsın. Allah bu balanı saxlasın. Gözü dolusu görəsən. Mən yenə deyirəm. Sənə qismət. Yəni qismətdir. Kimin alnına nə yazılıb? Deməli mən üçüncünü almalıymışam. Deməli bunu Allah eləyib. Hələ onu dedim. Bax indi yaxşı ay Ceyran xala. Arzu pis oldu. Arzuna getdim, öpüşün, görüşsün. Sən Aslanı pis vəziyyətdə qoysan. Ceyran xala burada məni izləyirsənsə, Kalırsınız. bax Şimdi mən bunu harda deyirəm. kalırsınız? Mən Aslangilin evində, Allah sana xoşbəxtdiniz. Aslangilin evində çox çörək yemişik də biz arvada apar yanında saxla Aslanı buraxır bayıra. O da düzgün bir şey deyil axı. Sen başta düşmedin benim dediğim sualı Hüseyin. Ben bayaq dedim ki sen başka söz dedin sonra. Diyelim ki olmazdı ki Ceyran Hanım istediği insandan evlenerdi ki en azından belki de onda xoşbəxt ola bilərdilər. Mən bir şey deyim. Ceyran xala kim istəyir ki? Kiminlə Ben bir şey- evlənmək istəyir? Yox, mən bir şey deyim. Deyir insan gərək əyərini yorğanına görə uzadar. Mən əyərimi yorğanıma görə uzadıram. Mən bilirəm kimin Onda elə. necə. Mən istəməm siz necə bir insanam mən deyim. Hələ mənə bunu bəlkə də heç kəs soruşmur. Yəni sənin xarakterin nədir? Necə bir insansan? Yəni ürəyində nə var? Ürəyincə nə istəyirsən olmağını? Yəni bu sualı mən heç kəs verməyib də, ancaq həmişə özüm özümə vermişəm. Mən insanı
tanımaq üçün. Sən nə Bax, istəyirsən? deyirlər ki, Sual o verirəm sualı- sana, sən nə ən çox istəyirsən? o- Sən Abi, özün bir nə dəqiqə. istəyirsən? Ayşə, abi, o sualı verirlər ki mənə, o sualı verirlər. Necə oldu ki, bir gün içində tapdın, sevdin, bağlandın, gətirdin ev? Bir insanı tanımaq istəyirsənsə, bir insanı sən özünü örgəşdirmək istəyirsənsə, özün necəsənsə, onun kimi yaşatmaq istəyirsənsə, çalış. Bax, bir şey deyim. Bu günlərim sənin, məsəl üçün, deyək ki, bir qonşun var, düzdür? Qonşuluğunda bir insan var. Onunla çoxdan da tanıyırsan, bir münasibətiniz var. Sabah sən ondan üz-göz gəlirsən, nə bilim sözün çək gəlir. Mən, sən necə izah edeyim? Yəni, mənə düzgün ifadə, düzgün başa düşəsiniz. Mən istəyirəm ki, bax, mənim yanımdakı xanım gəlsin mənim yanıma. Mən necəyəm, məni elə qəbul eləsin. Bir. İkincisi də ki, mənim xarakterimlə hərəkət eləsin, mənə oxşasın. Ay, getdim, araşdırdım, onun da azı biri qıraqdan çıxacaq, bu qız belə idi, bu qızın belə işlər olub, bu qız belə olub, qoy mənim yanımda olsun, mən ona cavabdeh olum. Nəinki qıraqdan kimsə gəlib o söz ona demək. Bildin mi necə? Mən belə bir insanım, mən insanı tanımaq üçün yanımda, şəxsən yanımda. Mənim gözümün qabağında olsun, mənə bir kəlmə. Şalxaşın, kimsəni təhqir eləmir. Yolları bağlamır. Hüseyin, diqqət et, Koti deyilən bir qız var idi da, Koti ləqəbi ilə. Adım O deyil. üçüncüydü də, bu indiki dördüncüdür də. Yox, O qardaş, üçüncü. niyə üçüncü olub ki? Qardaş, istəyən olubdu məni. Məni istəyən bir xanım olubdu o da. Amma bir şey deyim sənə. Niyə mən ondan axıra kimi əbədi getmədim? Mən videoları... Çünki yalan. Yalan. Yalan danışdı. Bir söz deyib, bax, əvvəlindən yalan danışan insan təməli necə qurursansa, axıra qədər də elə gedərsən. Mən bunu sınadım da, gördüm də. Yəni, özüm özlüyümdə, yəni varlıq olaraq, yəni o insanı tanıdığımda gördüm. Onu kim tapmışdı sənin üçün? Qardaş, üzbəüz görüşməmişik. Üzbəüz tanışmamışıq. Ancaq telefon vasitəsilə, TikTok vasitəsilə nömrələşib telefondan danışmışıq. Niyə yox dedim? Niyə yox dedim? Çünki yalan, yenə deyirəm yalan. Amma 4 dənə qız oldu. 4 dənə bax xanım idi. Bax 4 dənə. Ekranlara bəyənə zəhmət olmuş uşaqlar. Birinə mən Hüseyin, maraqlı bilsən nədir Hüseyin? Maraqlı odur ki, Zaur Efirdə dedi ki, Aslanı izləyirlər, gözləyirlər ki, Aslan boşansın, bundan evlənsinlər. Başa düşdüyün maraqlı insanlar var. Otururlar gözləyirlər maraqlı ki, insan nəyə maraq edirlər bilirsən? Ağır nəyə maraq edirlər bilirsən? Ay aslında tozu nə oldu? Tozu başa düşmədim sözün axırını. Deməm birdən çıxdı çölə. deyirəm ki, Zaur dedi ki, Efirdə, sən qulaq asmadın Zaurun danışığına. Zaur dedi ki, otururlar Aslanı izləyirlər ki, Aslan haçan boşanacaq, evlənək.